Əksləri O nöqtəsində olan konsentrik çevrələr verilmişdir. OA bölünsün AB bərabər 2/3. AMC və BND qövslərinin uzunluqları cəmi 42 sm olarsa, BND qövsünün uzunluğunu tapın. Demək, OA parçası kiçik çevrənin radiusudur və onu biz 2x götürəcəyik. AB parçasının uzunluğu isə 3x-ə bərabərdir, halqanın qalınlığıdır və belə çıxır ki, böyük çevrənin radiusu isə 5x-ə bərabərdir. İndi hər bir çevrə üçün uyğun qövsün uzunluq düsturunu qeyd edək. Demək, AMC qövsünün uzunluğunu yaza bilərik. Əgər mərkəzi bucağı da alfa qəbul etsək, pi, r-in yerinə yazacaq 2x vurulsun alfa bölünsün 180 dərəcə. Qövsün uzunluğu bilirik ki, pi r alfa bölünsün 180 dərəcəyə bərabərdir. Eləcə də BND qövsünün uzunluğu deməli yazıla bilər. Həmin düstur əsasında pi vurulsun, radiusu 5x olduğu üçün 5x, alfa qalacaqdır, bölə 180-ə. Və biz gördüyümüz, aldığımız ifadələri bir-birinə bölsək, onda belə alırıq. Pi vurulsun 2x vurulsun alfa bölünsün 180 dərəcə. 180 vurulsun, tərsinə çevirəcək digər kəsri. Pi vurulsun 5x vurulsun alfada 180. İxtisarlar aparaq. Pi'lər ixtisar gedir, alfalar ixtisar gedir, 180'lər və x-lər ixtisar gedir. Alınır 2 bölünsün 5. Belə çıxır ki, bu çevrələrin uzunluqları nisbəti 2-nin 5-ədir. Birini 2k qəbul edək, digərini isə 5k qəbul edək. Uzunluqları cəmi isə 42-yə bərabərdir. 7k bərabərdir 42 alırıq. 7k bərabərdir 42-yə, k bərabərdir 42 bölünsün 7, yəni 6-ya. Bizə BND qövsünün uzunluğu lazımdır. BND qövsünün uzunluğu da əlbəttə ki 5k-ya bərabərdir. Ona görə 5-i 6-ya vuracaq. Cavabımız olur 30.